Müəllimlərimizi tanıyaq və tanıdaq rubrikası təqdim edir. Bugünkü müsahibimiz Bakı Avrasiya Universitetində uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Elmira Məmmədova Kekecdir. Xoş gördük Elmira xanım. Sizə ilk olaraq bu sualı ünvanlamaq istəyərdim ki, Bakı Avrasiya Universitetinin təhsil mühiti haqqında şəxsi müşahidəniz nədir? Çox sağ olun, təşəkkür edirəm. Bildiyimiz kimi təhsil mühiti dediyimiz zaman daha çox tələbələrin həm akademik uğuru, həm də universitet mühitində şəxsiyyət kimi onun formalaşması nəzərdə tutulur və bu baxımdan müasir tendensiyalarda tələbə yönümlü təhsil mühitinin olması vacibdir. Bakı Avrasiya Universitetində də bu baxımdan müəyyən işlər həyata keçirilir və daima təkmilləşdirilir. Belə ki, həm professor müəllim heyətinin müəyyən bacarıqlarının artırılması, bu baxımdan məsələn onların interaktiv dərs keçmə ilə bağlı müəyyən bacarıqlarının inkişafına və yaxud texnologiyalardan, müasir texnologiyalardan, süni intellektdən eyni zamanda istifadəsini nəzərdə tutan tədbirlər həyata keçirilir. Həm də tədris materialları bu baxımdan çox önəmlidir. Resursların yenilənməsi də aktualdır və Bakı Avrasiya Universitetində həm bütövlükdə, həm də ayrı-ayrı kafedralarda bu iş vəhdətli olaraq həyata keçirilməkdədir. Filologiya sahəsində növbəti tədqiqat və ya layihə planlamanız nələrdir? Təşəkkür edirəm sualınız üçün. Bildiyiniz kimi, universitetdə əsas məsələ tədris olsa da, lakin biz elmi fəaliyyətlə məşğul olduq və gələn il 2026-cı il Bakıda Türkoloji qurultayın 100 illik yubileyi keçiriləcək. Bu baxımdan həm Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasında müəyyən bir tədbirlərin keçirilməsini nəzərdə tuturuq. Həm də mən şəxsən bir türkoloq olaraq Azərbaycanda indiyə qədər öyrənilməyən bəzi türk xalqlarının, məsələn, Çuvaş türklərini bu baxımdan qeyd etmək mümkündür. Ədəbiyyatı ilə bağlı yeni elmi məqalələr yazmağı planlayıram. Və bizim bütün bu apardığımız tədqiqatların nəticəsi də tədris prosesinə cəlb olunacaqdır son nəticədə.